Çox yaxşı doktor, çox sağ olun. Məndə problem çiyin hissəlidir. Gözəl doktorlarımızın sayəsində, Rədə doktorun, Rəna doktorun sayəsində, sonra fizioterapevt Azay doktorun sayəsində şükür Allaha normaldır, yaxşıdır. Çox razı qaldım. Rəna doktor da əlindən gələni etdi daha doğrusu. Siz təsəvvür eləyin ki, birinci kursda patologiyanı dayandırmaqdır. Bütün xəstəliklər oyanır. Bilirəm doktor. Daha da oyanır. Daha da üzə çıxır. Get-gedə evdə rahatlananda get-gedə Allah qoysa lap yaxşı olur. Azay doktora çox minnətdaram. Məsələn, bir valideyn kimi, bir pasiyent kimi, onun 12-ci gündür, onun əl işlərini gördüm, belə qayğılarını gördüm pasiyentə qarşı. Rədə doktor, çox gözəl təmkinli, səbirli, Azay doktora mən təşəkkür edirəm. Onun əlləri şəfalı olsun. Mənə elə gəlir ki, bütün valideynlər Azay doktordan razı qalar. Şəxsən mən bir valideyn kimi, bir pasiyent kimi, bir dost kimi mən çox razı qaldım onun gördüyü işlərdən. Gördüyü o əlindən gələni pasiyent üçün eləyir. Əlindən gələni. Sağ olsun. Təyinatı, bəli, bəli. Veriləndən sonra artıq müalicə effekt verir. Bizim müalicəmizin sizin xoşunuza gəlməyi bu foto ilə özünü göstərdi. Yəni mən də sizə öz təşəkkürümü bildirirəm ki, siz bizim ümumiyyətlə komandamızı bəyəndiniz. Çox. İkinci göründüyünüz zəhmət olmasa çəkin görürsün. Yəni doktor, bir həkimdən ötürü bundan dəyərli nə ola bilər? Mən düşünürəm ki, heç nə. Heç nə, əlbəttə ki. Sevgi, sevgisi. Çox sağ olun. Rədə doktor, Pasientlərin sevgisi, xəstələrin hörməti, yaxşı olmağı sizin üçün ən böyük əliyyədir. Çox sağ olun. biz burada ilk dəfə idik, ancaq elə bir doğma yerdəydik. Şəxsən Həqiqi doktor. Çox yerdə olmuşlar, belə Sudada doğma xanıma da yer gəlir. ürəkdən minnətdaram ki, biz hər gəlib burada oturanda bizə əlindən gələni dolması kimi. Rəna doktor da, Azay doktor da, Sudada xanımız da çox sağ olsunlar. Sizin müalicə Sonra Mesestravız Sudabə. Ayda xanım da sağ olsunlar. Təşəkkür edirəm hamısına.